Yağış da öyle bu yer. Ah Oy, oy, oy. Bugün Nur dağına Peyğəmbərimizə vəhy nazil olan Hira mağarasına çıxdıq. Bizi bərk leysan yağış tutdu. Deyirsiniz ki, axı nə vacib idi? Gecə vaxtı həm də belə bir hava şəraitində. Amma deyərdi, gəlin sizə bu barədə məlumat verim. Nur dağı Məkkənin şərqində yerləşir. Dəniz səviyyəsindən təxminən 560 metr yüksəklikdədir. Məscidül Haramla bu dağın arasındakı məsafə 6 kilometrdir. Dağın zirvəsində Hira mağarası yerləşir. Bəzi rəvayətlərə görə Kəbə evinin inşasında bu dağın daşlarından istifadə edilib. Mağaranın sonu birbaşa Kəbə evinə baxır. Ağzı isə təqribən Beytül Müqəddəsə. Dağın başından hər yeri manəsiz görmək olar. Peyğəmbər İslamdan öncə hər il bir müddət burada xəlvətə çəkilir, ibadət edirdi. Bəzən həyat yoldaşı Xədicə xanım, bəzən də Əli bin Əbu Talib həzrətə yemək gətirirdilər. Nur dağı cahiliyyət dönəmində də məşhur idi. Deyiblər ki, ilk dəfə o dağda Peyğəmbərin babası Əbdülmüttəlib etikaf saxlayıb. Həzrət Peyğəmbər 40 yaşında ikən Rəcəb ayının 27-si Hira mağarasında Peyğəmbərə vəhy olundu. Ələq surəsinin ilk ayələri. Bismillahirrahmanirrahim. İqra bismi rabbikellezî xalaq. Xalaqal insâne min alaq. İqra ve rabbukel ekrem. Ellezî alleme bil kalem. Allemel insâne mâ lem ya'lem.